Qədirxum bayramı münasibəti ilə hamınızı təbrik edirəm. Allah bizi Əli ibn Əbi Talib əleyhissalamın vilayətindən ayrı salmasın inşallah. Mən deyərəm ki, İslamda ən böyük bayram Qədirxum bayramıdır və ən çox təkid olunub ki, bu bayramı əziz tutun. İl ərzində ehsan vermək, yemək vermək, ən çox bəyənilən günü Qədirxum günüdür. Bu gecə yaxud da sabahki gün axşama qədər. Aşuradan da çox üstündə ehsan vermək üçün, başqa günlərin hamısından üstündür. Kim sabah hədisdə var, Əli əleyhissalam özü buyurur ki, Qədirxum günü bir adama yemək verərsə 1 milyon peyğəmbəri doyurmuş kimidir. Bizim 1 milyon peyğəmbərimiz yoxdur. Hədisdə var 124 min peyğəmbər var. Bugün ehsan ənənəsinin yaranması çox yaxşı olar. Evlərdə bayram süfrələri açılsa, çox ən böyük demək istəyirəm savab pul xərcləmək üçün, ehsan vermək üçün il ərzində Qədirxum dinləyəcəm bu hədisdə. Qədirxum bayramı münasibəti ilə hamınızı təbrik edirəm. Allah bizi Əli ibn Əbi Talib əleyhissalamın vilayətindən ayrı salmasın inşallah. Mən deyərəm ki, İslamda ən böyük bayram Qədirxum bayramıdır və ən çox təkid olunub ki, bu bayramı əziz tutun. İl ərzində ehsan vermək, yemək vermək, ən çox bəyənilən günü Qədirxum günüdür. Bu gecə yaxud da sabahki gün axşama qədər. Aşuradan da çox üstündə ehsan vermək üçün, başqa günlərin hamısından üstündür. Kim sabah hədisdə var, Əli əleyhissalam özü buyurur ki, Qədirxum günü bir adama yemək verərsə 1 milyon peyğəmbəri doyurmuş kimidir. Bizim 1 milyon peyğəmbərimiz yoxdur. Hədisdə var 124 min peyğəmbər var.